Avtoparking rejimi ilə maşın qaraja daxil olur. Maneəyə çatanda dayanmır və divara çırpılar. Bu hadisə paytaxt sakini Söhrab Cabbarovun başına gəlib. Sürücü iddia edir ki, Çin istehsalı olan Li-9 markalı avtomobili özlərini rəsmi diller kimi təqdim edən şirkətdən alıb. Özü də bazar qiymətindən baha alıb ki, servis zəmanəti var. Demək, əfəndilər avto servisindən. Rəsmi dillerdə mi? Bəli, bizə özünü də təqdim edirlər ki, həmin bu avtomobil rəsmi diller olaraq bazar dəyərindən daha 7.000 dollar fərqli oldu qiymətim. Çünki bunu zəmanətlə aldığım üçün bazardakı qiymətdən 7.000-də yuxarı almışıq ki, maşının zəmanəti olsun. Mən alanda bunları mənə təqdim eləmişlər. Avtoparkı var, sürətlərdə bu şeylər var da, bu üstünlüklər var. Mən də həmin üstünlükdən istifadə edən zaman qəza törətdim və mənə maddi zərər dəydi. Nə qədər zərər dəydi? Onlar özləri qiymətləndirdi, 3200 manata yaxın maddi zərər dəyib. Onlar dəymiş zərərdən boyun qaçırdı və heç bir ödəniş eləmədilər. Qəza anı həmin avtomobilin video qeydiyyat cihazına, həm də həyətdə olan müşahidə kamerasına da düşüb. Sürücü iddia edir ki, avtomobildəki avtoparking rejimi istehsalçı tərəfindən nöqsanlı olub. Yəni işləmədiyindən qəza baş verib. Söhrab Cabbarov deyir ki, avtoparking funksiyasından istifadə etdikdə avtomobil əvvəlcə qarajda yerini müəyyən edib, daha sonra hərəkətə başlayıb. Amma qaraja daxil olandan sonra dayanmayıb. Həmin istehsal şirkəti ilə əlaqə saxladım. Onlar mənə bildirdi ki, bizim Azərbaycanda rəsmi dillərimiz yoxdur. Ona görə biz sizin maşınla bağlı heç bir kömək edə bilmərik. Mənim üçün də maraqlı qalıb bugünkü gündə mən bir müştəri kimi bu maşını almışam, özlərini rəsmi diller kimi təqdim ediblər. Amma həmin istehsal olunan avtomobilin zavodu ilə birbaşa telefonda danışıqlar var. Onlar deyir ki, bizim Azərbaycanda heç bir rəsmi nümayəndəmiz yoxdur. Məsələ ilə bağlı avtomobilin alındığı Əfəndilər qrupdan da mövqe öyrəndik. Şirkətin təmir bərpa şöbəsinin müdiri Xəzər xəbərə bildirdi ki, avtomobildə avtoparking rejimində problem yoxdur və belə olduqda servis qaydalarına əsasən zərər qarşılanmır. Deməli, avtomobilin avtoparkində heç bir problem yoxdur. Sadəcə müştəri aktiv eləməmişdir bu sistemində, belə deyim, rejimi. Və biz ona sübut da gətirdik. Belə deyim də, Li o qədər gözəl avtomobildir ki, özünün registratoru var ki, müştəri nəyə basıb, necə sürüb, dala verib, qabağa verib, hər bir şey bilinir. Və biz ona sübut elədik, göstərdik bu video görüntüləri. Ondan sonra müştəri bu şəkildə çıxdı, getdi. Cəlal İmanov rəsmi diller məsələsinə də aydınlıq gətirdi. Şöbə müdiri deyir ki, onların şirkəti ötən ilin dekabr ayında Li-nin Azərbaycanda rəsmi dilleridir və açılış mərasiminə istehsalçı zavodun rəsmiləri də qatılıblar. Zərər çəkmiş Söhrab Cabbarov isə deyir ki, şirkət ona dəymiş zərəri ödəməsə məhkəməyə müraciət edəcək. Ramal Abdullayev, Cabbar Qaryağdoğlu, Xəzər xəbər.